Şair Yaşar Kamaloğlu'na söz vermək istəyirəm. Binəli Bayramın yaxın dostudur. Buyurun, söz sizdədir. Gələn qonaqları mən də salamlayıram, hər birinizi xoş gəldin deyirəm. Binəli Bayramla mən eyni torpağın nümayəndəsi, Ortalıqlı torpağın evlatlarıyıq. Binəli Bayram haqqında, onun yaradıcılığı haqqında çox danışmaq olar. Burada da olduğu qədər, lazım qədər danışıldı. Mən Binəli Bayram haqqında bir əsas şey olacağım ki, Binəli Bayram şairliyi ilə bərabər eyni zamanda gözəl bir ailə başçısıdır, gözəl atadır və gözəl bir həyat yoldaşıdır. Binəli Bayramla mənim tanışdığıma səbəb bugün mən bir şeir oxuyacağım. O şeirdən sonra biz tanış olmuşuq. Hansı ki, Binəli Bayramın o şeirində mən də nəzir olaraq gəlmişəm. Buyurun dinləyin. Bəs kimdən küsür? Bu eşqə əbədi sevdam demişəm. Ömrümü, günümü sənə vermişəm. Canımdan da əziz bilib sevmişəm. De, səndən küsməyim, bəs kimdən küsür? Məcnun tək vuruldum ala gözünə. Ürəkdən deyilən şirin sözünə. Məni məftun edən daim özünə. De, səndən küsməyim, bəs kimdən küsür? Talih həsrət qoydu yurdun daşına. Pərvanə tək döndüm müdam başına. Binəli qurbandır qələm qaşına. De, səndən küsməyim, bəs kimdən küsür? Binəli Bayramın bu şeirinə cavab olaraq mən də bu şeiri yazmışam. Buyurun dinlə. Küsməkdən danışma, bırak başını. Çoxdan itirmişsən uşaq yaşını. Sığalla başını, həm də qaşını. Gəl şair qardaşım, barışdan danış. Zəriflər incədir, bir gül kimidir. Kövrək köklərdəki bir tel kimidir. Pətəkdən bal yemiş bir dil kimidir. Gəl şair qardaşım, barışdan danış. Xanımlar incidir, üzükdə qaşdır. Ağlayan könüldə, gözlərdə yaşdır. Küsərsən deyərlər, ürəyi daşdır. Gəl şair qardaşım, barışdan danış. Xanımlar bacıdır, qızdır, anadır. Hər dərdə dərman, cana dəvadır. Övlada can verən, sudur, havadır. Gəl şair qardaşım, barışdan danış. Öncəki məclislərdə təbrik edirəm. Sağ olun, barış.